Sabunçuda beton içində çürüyən qanunlar. Adil Vəliyevin özəl tikinti nizamnaməsi. Sabunçu rayonu artıq paytaxtın tərkib hissəsi yox, şəxsi tikinti holdinginə çevrilib. Bu da nə konstitusiyanın, nə İnzibati Xətalar Məcəlləsinin, nə də mülki hüququn sözü keçir. Buranın yeganə hüquqi sənədi var, o da Adil Vəliyevin şəxsi iradəsi. İcra başçısı vəzifəsində oturan Adil Vəliyev dövlətin ona etibar etdiyi səlahiyyətləri elə ustalıqla şəxsi sərvət kataloquna çevirib ki, istənilən audit yoxlaması görünür həmin kataloqun qaralama versiyasını belə aça bilmir. Torpaq sahələri, kommersiya obyektləri, bağ evləri, villalar və s. Siyahının uzunluğu bir tikinti icazəsi qədər uzundur və bir o qədər də qaranlıqdır. Tikintiyə icazə yoxdur, amma icazəli dağıntı çoxdur. Doğru Xəbər az xəbər verir ki, bu barədə TikTok istifadəçisi Elməddin Vəliyev öz şəxsi hesabında konkret faktlarla çıxış edib. Onun çıxarışlı, tam qanuni tikintisi özünü icra hakimiyyətinin işçisi kimi təqdim edən Elnur adlı bir şəxs tərəfindən qanunsuz şəkildə dağıdılıb. Əldə nə qərar var, nə icazə, nə də məhkəmə prosesi. Sadəcə gəlib belə tapşırılıb deyə vətəndaşın mülkiyyət hüququnu tapdalayıb. Bu nədir? Sabunçuda dövlət qanunları yoxsa icra qanunu işləyir? Bu vandalizm aktı təkcə bir binanın uçurulması deyil, vətəndaşın dövlətə olan inamının betona bastırılmasıdır. Bəs o zaman Bilgəhdəki qanunsuz tikintilər niyə çiçəklənir? Sosial şəbəkələrdə yayılan daha bir video görüntüdə Sabunçu rayonunun Bilgəh qəsəbəsində Azərbaycan Qadını küçəsində açıq-aşkar qanunsuz tikinti işləri gedir. İcra başçısının dəmir əli orada niyə görünmür? Görünür, orada başqa cür icazə var. Pul, qohumluq ya da hansısa siyasi havadarın referansı. Nə olursa olsun, Adil müəllim bu tikintilərə müdaxilə etmir. Əksinə, şərait yaradır. Ədalət budurmu? Birinin sənədli tikilisi dağılır, digərinin sənədsiz tikilisi ucaldılır. Bu sistem şəxsi maraqlarla idarə olunan xaosdur. Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev də deyəsən Sabunçunu görmür. Sanki o, Sabunçu rayonunu Bakı xəritəsindən silib ya da sadəcə görmək istəmir. Memarlıq və şəhərsalma prinsiplərinə zidd, koordinatsız, plansız və qanunsuz tikililərlə dolu olan Sabunçuda bir dəfədə Arxkom tərəfindən rəsmi reaksiya olmayıb. Ən azından bu barədə Arxkom rəhbərliyinə dəfələrlə rəsmi sorğular göndərib, qanunla çərçivələnmiş, nəticə görməyən bir redaksiya olaraq bunu deməyə haqqımız çatır. Görəsən bu söküt bilməməkdən irəli gəlir, yoxsa bilməzlikdən gəlməkdən? Sabunçu 2025-ci ilin qeyri-rəsmi plana düşməyən tikinti rayonudur. Anar Quliyevin rəhbərlik etdiyi qurum isə memarlıq yox, mərhələli laqeydlik institutu kimi fəaliyyət göstərir. Bu qədər özbaşınalığın içində bir dəfədə nəzarət, müdaxilə, inzibati tədbir yoxdur. Elə Cəbrayıl Xanlarovun təhlükəsizliyə nəzarəti də Adil Vəliyevə mane olmamağa xidmət edir. Söhbət tikintidə təhlükəsizliyə nəzarət agentliyinin rəhbəri Cəbrayıl Xanlarovdan gedir. Hansı ki, adı ilə təzad yaradan bir məmurdur. Onun rəhbərlik etdiyi agentlik təhlükəni nəzarətə almaq üçün yox, təhlükəni görməməzliyə vurmaq üçün fəaliyyət göstərir. Sabunçuda özbaşına ucaldılan, ərazini zəbt edən, həyat üçün təhlükə yaradan tikililər baş alıb gedir, Cəbrayıl müəllim isə tikinti təhlükəsizdir möhrü ilə dərin səssizlik nümayiş etdirir. Sanki bu agentlik Fövqəladə Hallar Nazirliyinin tabeliyində yox, icra hakimiyyətlərinin himayəsində fəaliyyət göstərir desək yanılmarıq. Bu rayonda hər şey var. Qanunsuz tikinti, icazəsiz dağıntı, qeyri-rəsmi rüşvət mexanizmi, vətəndaşa təzyiq və təqib, öz adamına üstünlük və s. Bircə şey yoxdur. Qanun. Uzun müddətli müşahidələrimiz bu vaxta qədər orada qanunları görə bilməyib. Adil Vəliyevin isə bütün bunlara geyindirdiyi biabırçı don artıq atalar sözü kimi dillərə düşüb. Elə bil Azərbaycanda yaşamırsınız. Xatırladaq ki, o bu sözləri jurnalist Əvəz Zeynallının məhkəmə prosesi zamanı rəsmi ixtiyarınız yoxdursa, siz tikililərə necə müdaxilə edə bilirsiniz deyə vəkilin verdiyi suala cavab olaraq səsləndirmişdi. O bununla sətraltı bura Azərbaycandır və mən də öz keyfimin lələsiyəm fikrini ifadə etmiş oldu. Elə bu düşüncənin fəsadlarıdır ki, bugün Sabunçuda qurulan sistem sadəcə korrupsiya deyil. Bu, dövlətçiliyə qarşı qurulmuş, içdən çürüyən tikinti mafiyasıdır. Əgər dövlət bu rayona real nəzarət etməyəcəksə, əgər Adil Vəliyev, Anar Quliyev və Cəbrayıl Xanlarov kimlərə toxunulmazlıq davam edəcəksə, sabah Sabunçu modelini digər rayonlarda da görəcəyik. Necə ki, artıq Suraxanı, Xəzər, Binəqədi və digərlərində hər gün şahid oluruq. Bu dəhşətdir ki, bugün qanun pozan yox, Elməddin Vəliyevin timsalında qanunla yaşayan vətəndaşlar cəzalandırılır.
Qeyd edək ki, adı çəkilən hər üç rayonda baş verənlər barəsində növbəti yazılarımızda ətraflı məlumatları çatdıracağıq. Bu yazı isə bir xəbərdarlıqdır, həm dövlətə, həm cəmiyyətə. Ya bu yazılmamış qaydalar dəyişəcək, ya da bu acı reallıq hamımızı içində bastıracaq. Mövzunu davam etdirəcəyik.